Əziz dostlar, əziz qardaşlar, bu günləri bizim qəhrəmanlar diyarı olan Cəlilabadımıza şəhidimiz Əhməd Abdulliyevin xidmət elədiyi dövrdə xüsusi təyinatlı qüvvələrin en saylı hərbi hissəsində bizim Ruslan qardaşımız, bizim Əhməd Abdulliyevin əskəri olub, bizim şəhidimiz onun komandiri olub. Həmişə şəhidlər, həmişə komandir heyətləri əsgərlərin həmişə qəlbində gözəl bir yer tutur. Bugün də Ruslan qardaşımız Bakı şəhərindən bizim şəhidimizi ziyarət eləməyə gəlir. Qardaş, xoş gəlmişsən. Allah ziyarətinizi qəbul eləsin. Buyurun qardaşlar, siz üçün necə komandir olub, sizə nələri tövsiyə edib? Buyurun. İlk öncə Əhməd qardaşıma Allahdan rəhmət eləyirəm. Məkanı inşallah cənnət olsun. 2009-cu ildə təyinatlı qüvvələrdə xidmət edəndə bölük komandirim oldu mənim. Çox həqiqətən gözəl insan olub. Yəni bugün də onun haqqında çox gözəl fikirlər söylənilir. Həm komandir kimi, həm bir insan kimi çox gözəl bir insan olub. Yəni Əhməd haqqında çox danışmaq olar. Yəni bəlkə də vaxtımız çatmaz ona. Qısa şəkildə deyirəm ki, mən bir neçə dəfə Bakı şəhərində biz düşündüm ki, gedim ziyarət edeyim. Biraz vaxt olmurdu, biraz başqa rayonlar falan. Amma bugün qismət oldu ki, gəldim onu ziyarət edelim. Çox sevindim ki, həqiqətən gəldim Əhmədi ziyarət edelim. Bugün onun artıq iştirak edirik bu da məzarlıqda. Həm də ki, biz özümüz də təyinatlı qüvvələrin qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin üzvüyük. Belə deyək ki, bu belə üzvlər tərəfdən də iştirak edirik. Yəni burada bizim dəyərli qardaşlar da var, qazi qardaşlarımız var. Onlar da bugün burada sağ olsunlar, gəldilər. Təşəkkür edirəm. Hamısına minnətdaram. Çox sağ olun. Allah ziyarətinizi qəbul eləsin. Nofər qardaş, Kamran, Vüsal qardaş, qonağımıza da xoş gəldin deyirəm. Allah sizləri var eləsin. Əhməd Abdulliyev və Fərd Əhmədov bilirsiniz ki, bizim Azərbaycan milli qəhrəmanı Mübariz İbrahimovun düşmən tərəfində qalan nəşini gətirməkdən ötürü iki Cəlilabadlı qəhrəman olaraq özlərinə söz vermişdilər ki, mübarizin nəşi düşmən tərəfində qala bilməz. O bizim nə dini nöqteyi nəzərdən, nə qeyrət tərəfindən ki, yol verilməzdir ki, bir Azərbaycan ordusunun şəhidinin nəşi düşmən tərəfində qalsın. Təbii ki, həmin o qəhrəmanlar sayəsində bizim milli qəhrəmanımız Mübariz İbrahimovun da nəşi gətirildi. Mübarək nəşləri Fərd Əhmədovla birgə Bakı şəhərində Fəxri Xiyabanda dəfn olundu. Allah sizlərə də can sağlığı versin. Allah qazilərimizə uzun ömür versin. Sağlamlıq Allah tərəfindən verilsin. Elə mən bu müqəddəs məzar üstündə Allahdan bir arzu diləyən var ki, inşallah gələn vaxt Nofər qardaşımız bir oğul payı, qız payı fərqi yoxdur. Allahın ən gözəl neməti olan övlad payını Nofər qardaşımıza qismət eləsin. Allah bu şəhidlərə xatir nə qədər qazilərimiz var ki, övlad arzusundadır. Onlar vətən uğrunda müəyyən bədəninin əzalarını itiriblər. Bugünkü günlər onlar müalicə alırlar ki, övlad Allah onlara qismət eləsin. Allah bu müqəddəs məkanda onlara övlad qismət eləsin. Allah hər bir kəsin duasını qəbul eləsin. Çox sağ olun, var olun. Allah razı olsun.